Meşədə bizə cin musallat ola bilərmi? Dağlarda, çay ətrafında, göl qırağında piknik edərkən, istirahət edərkən cin musallatına, cin hücumuna məruz qala bilərikmi? Bəli, əziz izləyicilər, bu mümkündür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə cinlərin yaşadığı məntəqələr haqqında xəbər vermişdi. Bu məntəqələrdən meşələr, dağlıq ərazilər, xarabaxanalar, tərk olunmuş yarım tikililər, həmçinin mağaralardır. Yaxşı, bəs bu təqdirdə, əgər biz bu yerdə ailəmizlə istirahət ediriksə, özümüzü və övladlarımızı necə qoruya bilərik? Buna dair də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə gözəl tövsiyələr etmişdir. Məsələn, səhər-axşam zikirləri. Biz bilirik ki, səhər-axşam zikirlərində belə bir dua vardır. Əuzu bi kəlimatillahi təmmati min şərri mə xalaq. Mənası odur ki, Allahın tam kəlmələrinə, yaratdıqlarının şərindən sığınıram. Yaratdıqlarının şərindən sığınıram nə deməkdir? Yəni o deməkdir ki, biz uca Allahın qüdrətini, onun gücünü anlayaraq, onun mühafizəsini bilərək yaratdıqları bütün məxluqatın şərindən Allahın qüdrətinə, gücünə, onun tam kəlmələrinə sığınırıq. Necə ki, övlad bir təhlükə hiss etdikdə anasının və yaxud atasının qucağına sığınarsa, onda bir sığıncaq taparsa, biz də bu cür əziz izləyicilər, bütün məxluqatın şərindən uca Allahın tam kəlmələrinə sığınırıq. Əuzu bi kəlimatillahi təmmət. Əuzu kəlməsini bir çoxlarımız bilirik. Əuzu billahi minəşşeytanirracim kəlməsini hər bir müsəlman istifadə edir. Nə deməkdir əuzu billahi minəşşeytanirracim? Yəni lənətlənmiş, qovulmuş şeytandan uca Allaha sığınıram. Həmin bax bu sığınmaq da budur. Necə ki Fələq surəsində, Nəs surəsində də biz bunu deyirik. Qul əuzu bi rabbil fələq. Qul əuzu bi rabbin nəs. Həmin əuzu kəlməsi, yəni sığınıram. Yəni orada bir qorunma axtarıram. Başa düşdünüzmü əziz izləyicilərim? Bu duanı mütləq şəkildə əzbərləyin. Telegram kanalıma keçid etsəz, bu duanın mətnini ərəbcə, Azərbaycan dilində həm də transkripsiyasını tapa biləcəksiniz. Həmçinin mənim YouTube kanalımda faydalı videolar sizi gözləyir. Hər bir sosial şəbəkədə Ruqya Tızı 5 hərfdən ibarət Ruqya Tızı yazaraq məni tapa bilərsiniz. Mənimlə qalın, faydalı bilgilər, çox dəyərli məlumatlar mənim kanalımda olacaq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.